Sevginin günü olarmı? Sevgi nə tarix seçir, nə də təqvimə baxır. O bir günün çərçivəsinə sığmayan, insanın varlığına hopan, davranışlarda, baxışlarda, səssiz, qayğıda özünü göstərən ali hissdir. Sevgi elan edilən bir gündən başlayıb, gün bitəndə sona çatan duyğu deyil. Əksinə, o hər gün yaşanmalı, hər an qorunmalı bir dəyərdir. Bəzən cəmiyyət sevgini xatırlatmaq üçün xüsusi günlər müəyyənləşdirir. Bu günlər insanlara dayanıb düşünmək, hisslərini dilə gətirmək üçün fürsət yaradır. Lakin sevgi yalnız həmin gün xatırlanırsa, digər günlər diqqətsizlik, laqeydlik və soyuqluqla əvəz olunursa, bu artıq sevgi deyil, vərdişdir. Sevgi vərdiş olmur, sevgi məsuliyyətdir. Sevgi təkcə gül almaq, hədiyyə vermək, sosial şəbəkədə paylaşım eləmək deyil. Sevgi dinləməkdir, anlamaqdır, bağışlamaqdır. Sevgi çətin gündə yanında olmaq, sevinci bölüşmək, kədəri bölmədən azaltmaqdır. Bəzən bir cümlə ilə deyil, bir baxışla, bir susqunluqla ifadə olunur sevgi. Əsl sevgi səssizdir, amma dərindir. Əsl sevgi iddialı deyil, amma sadiqdir. Əsl sevgi göstərmək üçün gün axtarmır. Ona görə də sual kimi səslənsə də cavabı bəllidir. Sevginin günü ola bilər, amma sevginin özü yalnız bir günə məxsus ola bilməz. Sevgi hər gün yaşananda dəyər qazanır. Hər gün qorunanda həqiqətə çevrilir. Sevgi bayram gözləmir. Sevgi hər gün var olmağı seçir.